Tələbələr, o tərəfdə olan tələbələrin çoxsu heç bilmir nə baş verir. Ya da heç istəmirlər bu məsələyə girişsinlər. Momək yedilər də. Momək ye, arkadaşlar, momək ye. Momək ye nə deməkdir? Momək odur ki, mənhəcdə kimin problemi var, olsun. Bir olaq. Momək yeri babudur. Yəni, onlar mənhəc söhbətin xoşlamırlar. Deyirlər, mənhəc söhbətə danışmır. Bu nədir? Mənhəc, mənhəc. Amma hal-hazırda, yəni, məhz mənhəc, çünki əqidədə, bizi bu xavariclərin çoxsu əqidələri sələfə qədəsidir. Yəni, nə cəhətdən? Allah samadadır. Allahın sifətləri necə gəlib, o cür qəbul edirik. Qiyamət günü Allah'a görəcək. Nədə seçilirik biz onlarla? Mənhəcdə. Adı götürür, məsələn, İbn Ladin. İbn Ladin, ola bilsin, bu məsələdə, etiqad məsələlərində belə deyirdi. Amma nədə problem var idi? Mənhəcdə. Mənhəcdə problemi var idi. Həmçinin başqalarının. Yəni, onlar deyirlər, mənhəci qoyublar qırağı. Mənhəcə qiymət vermirlər. Aydın danış ki, mənhəcin birinə, necə İmam Əhməd deyir, usul üstündə, mənhəcin birinə ki, müxalif olsa, əhl-i sünnə sayılmır. Onlar isə deyirlər, yox, mənhəcdə problem olsa da qalsın bu. Susaq. Aydın deyir, bu da problem, bu da təhlükədir. Aydın deyir, təhlükə. Adı YouTube'da baxmışam, Azərbaycandan sahabə ilə demədi Darüsülandır. Dağa daşı getdi, amma demədi. Bilirsiniz, qardaşlar, onlar 50 başlı danışırlar. Onlar səmimi deyirlər. Səmimi deyirlər, görürsən, bu birisi nə danışır? 4 üstə gəl, 4 deyirlər. 2 üstə gəl, 2 deyirlər, 4 də. Nə deyir? 2 üstə gəl, 1, 2, o deməkdir ki, 3 üstə gəl, 1, sonra 2-dən çıxırsan 1, 1 üstə gəlsən 2, danışır səhərəcən, axırda deyir 4. Bu elə deyinə belə də, biri başa deyinə 2 üstə gəl, 2, 4-dür. Aydın danış. Yəni, bilsən, fitnə vaxtı, qardaşlar, fitnə vaxtı. Sözlər, cümlələr aydın olmalıdır. İmam Əhməd, İmam Əhmədin vaxtında Quran məxluqdur. Yəni, İmam Əhməd təbdi edirdi, bidətçi görürdü. Bəzi sələf alimlərinə, ola bilsin, kimsə deyib ki, oxuduğum bu ki, Quran var, bu məndən çıxan səs, o məxluqdur. İmam Əhməd dedi ki, o da bidətçidir. Yəni, o dərəcədir ki, o vaxtı fitnə olanda sözlər, cümlələr aydın olmalıdır. Yəni, oynamaq vaxtı deyil. Aydındır, sən görürsən ki, belədir bu məsələ. Sən deyirsən ki, mən dayanmışam. Ay, nə dayanmışam? Aləm qarşı